Ya Allah. Deyir, günlərin bir günü Mövla Əli məsciddə idi. Diyanıb qibləyə sarı üzü ibadətdə idi. Bu məqam bir nəfər insan gəlir məzlum sayağı. Köhnədir üstü başı, yəni ki yoxsuz ayağı. Əl açır hər kəsə, kimdə var imkan eləsin. Fərqi yox çox və ya az, gücü çatan ehsan eləsin. Mən acam, acdı balam, evdə yeməyimiz yoxdur. Əlim iş tutmaz olub, başqa köməyimiz yoxdur. Buna yox məhəl qoyan, hamı qərq olub sükuda. Çün namaz vaxtı idi, hamısı dayanmış rükuda. Bu məqam duydu onun naləsini Həzrət Əli. Rüku halında ikən havaya qalxdı sağ əli. Göstərib yoxsula barmağını nişan elədi. Üzüyün dartdı qoca, götürdü ehsan elədi. Dedi ki, şahid ol Allah, bir cavan imkan elədi. Duası yetdi sona, məscidi tərk etdi qoca. Ertəsi gün belə bir ayəni göndərdi Xuda. Maidə surəsi 55-ci ayədə dedi ki, ey iman əhli, hamınızın rəhbəriniz, üzərinizdə haqqı olan vəli söz sahibləriniz. Əvvəl Allahdır, sonra öz peyğəmbəridir, sonra rüku halında zəkat bəxş eləyən kəsləridir. Əvvəl Allahdır, sonra öz peyğəmbəridir, sonra rüku halında zəkat bəxş eləyən kəsləridir.